Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin deportasiya qərarının dayandırılması ilə bağlı müraciətini rədd edib. Hacıbəyli hazırda Çatalca geri göndərmə mərkəzində saxlanılır. Onun barəsində G82 kodu tətbiq olunur. Bu kodun milli təhlükəsizliyə təhdid hesab edilən xarici vətəndaşlara tətbiq edildiyi bildirilir. İlham Əliyevin təsdiqlədiyi informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişikliyə görə cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət müəyyənləşdiriləcək. Bura əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunu yaradan jestlərin edilməsi, eləcə də insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsi ilə bağlı məlumatların yayılması daxildir. ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları, o cümlədən Azərbaycan və digər keçmiş SSR ölkələri üçün immiqrant vizalarının verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Qərar yanvarın 21-dən qüvvəyə minəcək. Departament bildirir ki, məqsəd ABŞ üçün yükə çevrilə biləcək şəxslərin immiqrasiyasının qarşısını almaqdır.